Təsəvvür edin, bir gün gələcəkdə elə bir texnologiya kəşf olunur ki, ölən insanları yenidən həyata qaytara bilirik. Hazırda dondurulmuş yüzlərlə insan gələcəkdə dirildilməyi gözləyir. Bəs siz bir gün dondurulub gələcəyə səyahət etməyə razı olardınızmı? İnsanların dondurulub gələcəkdə yenidən dirildilməsi ideyası illərdir elm dünyasında müzakirə olunur. Bu proses krionik adlanır və insan bədəni ölüm anından dərhal sonra xüsusi üsullarla dondurularaq saxlanılır. Hazırda dünyada yüzlərlə insan bu texnologiyadan istifadə edərək gələcəkdə diriləcəyinə ümid edirlər. Krionikada əsas məqsəd bədənin və beynin mümkün qədər az zərər görməsidir. İnsan öldükdən dərhal sonra xüsusi maddələrlə qanı əvəzlənir və bədən -196 dərəcə temperaturda maye azot içində saxlanılır. Bu, hüceyrələrin zədələnməsinin qarşısını almağa kömək edir. 1967-ci ildə Amerikalı psixoloq James Bedford krionikaya cəlb olunan ilk insan oldu. Onun bədəni hələ də maye azot içində saxlanılır və gələcəkdə texnologiya inkişaf etdikcə dirildiləcəyi düşünülür. Krionikaya maraq göstərən bir çox varlı şəxslər var. Məşhur əfsanəyə görə Walt Disney öz ölümündən sonra kriogenik dondurulma prosesindən keçib. Lakin bu sadəcə bir mifdir. Əslində Disney kremasiya olunub və külləri Los Angelesdəki Forest Lawn Memorial Parkında dəfn edilib. Dünyada bir neçə böyük kriogenik saxlama mərkəzi fəaliyyət göstərir. Amerikada yerləşən Alcor Life Extension Foundation. Burada 200-dən çox insanın bədəni və beyni dondurulub. Amerikada yerləşən Xronik İnstitut daha münasib qiymətə kriogenik saxlama təklif edir və 100-dən çox insanın bədənini saxlayır. Rusiyada yerləşən Kriorus, Avropada kriogenika sahəsində çalışan ilk şirkətlərdən biridir. Bu şirkətlər ölümdən sonra insanları dondurmaq üçün minlərlə dollarlıq ödəniş tələb edir. Məsələn, Alcorda tam bədən dondurulması $200.000. Təkcə beynin dondurulması isə $80.000 başa gəlir. Hazırda elm dondurulmuş insanları necə diriltmək məsələsində böyük çətinliklər üzləşir. Əsas problemlərdən biri budur ki, insan beyni donma zamanı zədələnə bilər və bütün xatirələr məhv ola bilər. Buna baxmayaraq, bəzi heyvanlar, məsələn, buz qurbağaları tamamilə donub, sonra isə normal şəkildə həyata qayıda bilirlər. Alimlər hesab edirlər ki, eyni prinsip insanlar üçün də gələcəkdə mümkün ola bilər. Bugün dünyada 300-dən çox insan kriogenik dondurulub və 2000-dən çox insan bu proses üçün qeydiyyatdan keçib. Onlar ümid edirlər ki, gələcəkdə tibbi texnologiyalar inkişaf edəcək və onları diriltmək mümkün olacaq. Bəzi alimlər hesab edirlər ki, 100-200 il ərzində nanorobotlar və regenerativ tibb sayəsində bu proses reallığa çevrilə bilər. Digərləri isə kriogenikanın sadəcə ümid tacirliyi olduğunu düşünür. Bəşəriyyət tarixində heç kim kriogenik şəkildə dirildilməyib. Siz necə düşünürsünüz? Ölümə qalib gəlmək üçün insanları dondurmaq ağıllı bir fikirdir, yoxsa sadəcə boş bir xəyaldır? Fikirlərinizi bizimlə bölüşməyi unutmayın.